Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Abbas Səhətdə, yəni 3-cü mikrorayonda 5 mərtəbəli binanın 5-ci mərtəbəsində Leningrad proyekti olan, bundan başqa deməli 1980-ci ildə tikilmiş bax belə bir 3 otaqlı mənzil satılır. İndi mən bax bu sözü bu cür başladım. 1980-ci il o deməkdir ki, yəni bu mənzil ipotekaya yararlıdır. Hal-hazırda otaqlardan birini göstərirəm. Bax qarşıda gördüyünüz pərdənin arxasında açıq tipli balkonu var. Bura otaqlardan biridir. Qapısı dəmirdir. Hal-hazırda görmək mümkündür. Polları möhkəm taxtadır. Yəni bax mən hal-hazırda durduğum yeri nəzərə almasaq, çünki evdə hərəkət elədim. Gördüm ki, bir dənə bax bu gördüyünüz yerdən başqa heç yerdə səs vermir, səsi gəlmir, səs eləmir. Bax bu sözü bu cür dedim. Bura isə otaqlardan biridir, yəni ikinci otaqdır. Ümumi sahəsi bəzi yerləri nəzərə almasaq 68,2-dir. Orta təmirdən bir balaca yüksəkdir. Yəni bəzi yerləri nəzərə almasaq, bura isə deməli 3-cü otaqdır. 3-cü otaq gördüyünüz kimi böyükdür. Deməli qarşıdan vaxtilə açıq tipli balkon otağa birləşdirib, ona görə bax bu cür böyükdür. Bax burada da deməli yenidən mən sizə pollarını göstərirəm. Bax belə bir konkret 3 otaqlı mənzilin qiyməti 75.000 manatdır. Mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Yenidən mən bax sizə otaqları göstərirəm. Gördüyünüz kimi içə otaq yoxdur. 3-cü mikrorayonda yerləşən 19 nömrəli orta məktəbin aşağı tərəfi demək mümkündür. Aşağı yenidən aşağı. Bax bu cür dedim. Yəni Sapsin 19 nömrəli sonra bu bina başlayır, onu demək mümkün deyil. İndi isə hamamını göstərirəm. Bax bu cürdür. Deməli evdə istilik sistemin kombidir. 1,5 tonluq su bakı var. Qarşıda siz mətbəxini görürsünüz. Mətbəxi 3-ün 4-dədir, yəni böyükdür. Mətbəx mebel evdə qalır. Bax burada da deməli açıq tipli balkonu vaxtı ilə deməli mətbəxə birləşdiriliblər. Kombi sistemini görmək mümkündür. Mətbəx mebel evdə qalır. Bax deməli bu 3 otaqlı mənzilin satış qiyməti 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı edən sənəddir. Abbas Səhət adına xəstəxananın aşağı tərəfi demək mümkündür. Burada da demək mümkündür. Təxminən 50-70 metrlik məsafədən 5 və 10 nömrəli marşrutlar işləyir. Çox yaxınlıqda Al Market və Oban Marketlər, hər iki market yerləşir. Qiyməti dediyim kimi 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Abbas Səhətdə 3-cü mikrorayonda yerləşir. Bax belə sizlərə uğurlar.